Salam, hər vaxtınız xeyir olsun, əziz dördüncülər, hörmətli kanal izləyiciləri və dəyərli valideynlər. Sinar yayımlarının yarpaq test vəsaitindən izahlarımız davam edir. Test 72-də həcm mövzusu ilə qarşınızdayıq. Buna aid tapşırıqlar yerinə yetirmiş olaraq, həcmə aid bəzi qaydaları tapşırıqların izahları zamanı sizə çatdıracağam. Ona görə də birbaşa tapşırıqlara keçirik. Tapşırıq 1-də yazır ki, vahid kublardan düzəldilmiş fiqurun həcmini tapın. Baxırıq ki, burada neçə vahid kubdan istifadə olunub. Əgər düzbucaqlı paralellepiped şəklində olsaydı, biz eni, uzunluğu və hündürlüyü boyunca olan kubların sayını bir-birinə vurmuş olardıq. Amma buradan ən gözəl şəkildə bunun hesablama qaydasını deyim ki, üstdən, yəni sütun şəklində baxırıq ki, neçə dənəsi üst-üstə qoyulub, burada 3 dənəsi. Bunu qırmızı rəngdə yazaq ki, daha da yaxşı görünmüş olsun. 3 dənə, burada da 3, burada da 3, burada da 3, burada 3. Neçə dənə 3-dür? 5 dəfə. 5 dəfə 3-ün neçə edir? 15. Doğru cavab B variantı. Növbəti baxırıq. Yazır ki, vahid kublardan düzəldilmiş fiqurun həcmi nə qədərdir? Burada da baxırıq ki, məsələn 3, 3, 3, burada 2, burada da 1. 3 dəfə 3-ün 9. Bir dənə üstə 2 gəldik, bir dənə də 1 gəlmiş olur. Toplasaq 12, doğru cavab A variantı. 3-ə baxırıq. Yazır ki, vahid kublardan düzəldilmiş fiqurun həcmi nə qədərdir? Yenə də burada baxırıq. Üst-üstə qoyulub 4 dənə. Burada 4, 4, 4, 4. Hamısı 4 olduğuna görə 5 dəfə 4-ün 5 dəfə 4-ün də 20 etmiş olur. Doğru cavab B variantı. 4-ə baxırıq. Ya düzbucaqlı paralellepipedin həcmini tapın. Düzbucaqlı paralellepipedin həcmini tapmaq üçün eni, uzunluğu və hündürlüyü bir-birinə vurulmuş olacaq. Yəni ki, eni məsələn 3-dür, uzunluğu baxırıq burada 8-dir, hündürlüyü də 4-dür. 3 vurulsun, 8 vurulsun, 4. 3-ü 8-ə vuranda 24, 24-ü də 4-ə vursaq 96 etmiş olacaq. Deməli 96 kub metr etmiş olur. Niyə kub metr? 3 dənə metrdə bir-birinə vurulur. Metr üstü 3 yazılır. Görürsünüz burada yazıldığı kimi oxunuşu kub metr kimi oxunur. Cavabımız 96 kub metr C variantı. 5-ə baxırıq. Yazı düzbucaqlı paralellepipedin həcmini tapın. Eyni qaydadan istifadə edirik. 2 vurulsun, 7 vurulsun, 5. 2-ni 5-ə də vura bilərik. 17-yə 70. Nə? Kub desimetrdir. 2 yazdım. Növbəti tapşırıq 6-ya baxırıq. Düzbucaqlı paralellepipedin həcmini tapın. Qayda eynidir. Eni, uzunluğu, hündürlüyü bir-birinə vurulur. Yəni burada nə edirik? 6 vurulsun, 4 vurulsun, 10. 24-ü 10-a vuranda 240 nə? Kub santimetr etmiş olacaq. Doğru cavab 240 burada da bəli. 7-yə baxırıq. Düzbucaqlı paralellepipedin həcmi 135 kub desimetr olarsa, onun hündürlüyü neçə desimetrdir? Bildirim ki, düzbucaqlı paralellepipedin həcmini biliriksə və iki ölçüdən, yəni oturacağı da, bu onun oturacağı uzunluq və eni oturacağı hesab olunur. Oturacağının ölçülərini də biliriksə, bunu təhlillə də yaza bilərik. Ya da ki, qayda belədir. Hündürlük bərabərdir V həcmdir. Həcmi V ilə işarə bölünsün S oturacaq. S sahədir, oturacağın sahəsi. Yəni düzbucağın sahəsini tapmaq üçün eni uzunluğuna vuruq. S oturacaq. Yəni ki, biz tənliksiz yolunu deyirəm ki, birinci oturacağın sahəsini tapırıq. Yəni 9-u vurmuş olarıq 3-ə. Eləcək 27. Və 135-i bölsək 27-yə taparıq ki, hündürlüyü 5-dir. Bu 1. Yəni hündürlüyü 5 desimetr oldu, bildik. Digər yolu isə hündürlüyün yerinə x yazıb, ən rahat şəkildə yazaq ki, x, yəni vurulsun 9, vurulsun 3 bərabərdir, bir-birinə vururuq. Nəyə bərabərdir? 135-ə. Buradan da x vurulsun 9. Birinci 3-ə bölmüş olaraq. 135-i 3-ə böləndə 45 etmiş olur. X də bərabərdir. 45-i də 9-a böləndə 5. Deməli, hündürlüyü 5 desimetr olmuş oldu. Doğru cavab C variantı. Daha sonra yazır ki, düzbucaqlı paralellepipedin həcmi 64 kub santimetr olarsa, onun uzunluğu neçə santimetrdir?
Burada da uzunluğunu tapmaq üçün, yəni ümumiyyətlə həcmi digər iki ölçünün, yəni məlum ölçülərin hasilinə bölsək, digər ölçü, yəni məhsul ölçünü tapmış olarıq. Amma ən gözəli isə budur ki, biz buraya yenə də x yazaq, tənliklə həll etmiş olaq. Necə yazmış oluruq? X vurulsun 4 vurulsun 2 bərabərdir 64-ə. Buradan da x vurulsun 4, birinci 64-ü 2-yə bölmüş oluruq. Eləyir 32. Sonra x də bərabərdir 32-ni 4-ə bölmüş oluruq. Bu da eləyəcək 8. Deməli, doğru cavab D variantı 8 sm. Enini burada soruşur bizdən, görürük. Görək nəyə, düzbucaqlı paralelipedin həcmi 198 kub metr olarsa, onun eni neçə metrdir? Eyni şeydir. Eynilik, bura x yazmış olsaq, yazırıq ki, x vurulsun 11 vurulsun 6 bərabərdir 198. Buradan da x vurulsun 11, 198'i bölmüş olsaq 6'ya yiyəcək 33. Daha sonra da x də bərabərdir 33'ü də 11'ə bölsək edəcək 3 etmiş olur. Deməli eni 3 metr olacaq B variantı. Və yaxud da ki, məsələn 198'i bu ikisinin, yəni neçədir? 11 ilə 6'nın hasilini 198 bölünsün 66. Yenə də 3'ü almış olaraq fərq etməz, bu üsuldan da istifadə edə bilərsiniz. Davam etmiş oluruq 10-cu tapşırıq. Yazır ki, səmayənin aldığı çay qutusunun həcmi 1716 kub santimetr, hündürlüyü isə 12 santimetrdir. Qutunun oturacağının sahəsi neçə kvadrat santimetrdir? Oturacağın sahəsini tapmaq üçün yazırıq ki, S oturacaq bərabərdir həcm bölünsün hündürlük. Yəni həcm burada 1716'nı hündürlük də 12 olduğuna görə 12'ye bölmüş oluruq. 17 12'ye bölünəcək bir dəfə 5 qalır. 51 12'ye bölünəcək 4 dəfə 3 qalır. 36 143. Deməli 143 kvadrat santimetr etmiş olacaq. Doğru cavab A variantında verilmiştir. 11'ə baxırıq. Qutunun oturacağının sahəsi 16 kvadrat desimetr, hündürlüyü isə 3 desimetr olarsa qutunun həcmini tapın. Oturacağın sahəsi, bax, V həcm bərabərdir. S oturacaq, vurulsun hündürlük. Burada da həcmi tapmaq lazımdırsa, deməli oturacağın sahəsi neçə idi? 16'dır. 16 kvadrat desimetrdir. Bunu vurmuş olarıq 3 desimetrə. Bu da bərabərdir. 16'nı 3'ə vuranda 48 kub desimetr etmiş olacaq. Çünki burada 2, burada da 1 var. Bunlar toplanır. Oldu neçə? 48 kub desimetr. Doğru cavab A variantında var. Növbəti 12-ci suala baxırıq. Yəni şəkildəki düzbucaqlı paralelepipedin rəngli hissəsinin sahəsi 24 kvadrat santimetr, həcmi isə 144 kub santimetrdir. Bu paralelepipedin A ilə işarə olunmuş tili neçə santimetr? A ilə hündürlük işarə olub. Hündürlüyü tapmaq üçün oturacağın sahəsinə bölmüş olaraq. Yəni ki 144'ü bölmüş olaraq 24'ə. Bu da bərabərdir etmiş olacaq 6. Deməli hündürlüyü 6 santimetr C variantı. Davam etmiş oluruq. 13'də yazır ki, eni 14 desimetr, uzunluğu 6 desimetr, hündürlüyü 5 desimetr düzbucaqlı paralelepipedin həcmini tapın. Eni, uzunluğu və hündürlüyü bir-birinə vurulmuş olsa, nəyi tapmış olarıq? Həcmini tapmış olarıq. Ona görə də yazırıq 4 desimetr vurulsun 6 desimetr vurulsun 5 desimetr. Bu da bərabərdir 120 kub desimetr etmiş olur ki, doğru cavab da D variantında verilmiştir. 14'də yazır. Oturacağın sahəsi kvadratın sahəsinə bərabər olan düzbucaqlı paralelepipedin hündürlüyü 8 santimetrdir. Paralelepipedin həcmi nə qədərdir? Oturacağının sahəsi kvadratın sahəsinə bərabərsə, kvadratın tərəfi 9'u, sahəsi 81 kvadrat santimetr etmiş olacaq. Və bunun hündürlüyünə vursaq, həcmini tapmış olaraq. O zaman 81'i vurmuş oluruq 8'ə. Bu da bərabərdir 648
70 olacaq ki, doğru cavab A variantı. 15-də yazır. Eni 8 desimetr, uzunluğu 12 desimetr, hündürlüyü 5 desimetr olan düzbucaqlı paralelepipedin həcmini tapın. 5 vurulsun 12 vurulsun 8. 60, 60'ı da 8'ə vuranda 480 kub desimetr etmiş olur ki, bu da C variantında var. Bu qədər. Növbəti video izahatda görüşmək ümidi ilə hələlik sağ olun.